Herkese selamlar dostlar. Bugün 24 saat boyunca savaş topu oynayacağıq. Dostlar, mənim əsl hesabımdır. Yəni görmüş olduğunuz kimi mənim əsl hesabımdır. Yan hesabımdan başqa videolar zaman içində gələcək. Yəni təqibdə qalmağı unutmayın. Abunə olun və like atın. Abunə olduqdan sonra bildirimləri açın ki, yeni video gələndə xəbərdar olun. İndi dostlar, sadəcə savaş topu oynayacağıq. Görmüş olduğunuz kimi 24.469 kupayıq. Baxaq videosunda necə kupa olacaq. Karakterləri tez-tez dəyişəcəm. Yəni dostlar, hər karakteri bir dəfə oynayacağıq. Məsələn, Stu oynayacağam və daha sonra Mortis oynayacağam. Daha sonra Colt oynayacağam. Daha sonra Surge, Colette, Rico, yəni belə-belə dəyişdirəcək. Video sonunda isə neçə kupa kastığımızı baxacağıq. Video başında isə 24.469 kupayıq. Bax video sonunda necə kupa olacaq. İndi dostlar, ilk öncə Stu ilə başlamaq istəyirəm. Onda maçda görüşərik. Şu anda maçdayam. Baxaq nə tərk edəcək. Stu'da da yaxşıyam yəni. Ona başlayaq. Dostlar, qarşıda da Stu var. Buna diqqət etməliyəm. Qarşıdakı Edgar yaxşı oynayır. İlk golumuzu yedik. Qəşəng ulti kastıq. Stu'nun ağılla oynadım. İkinci golumuzu yedik. Mortis AFK dostlar. Bu nədir? Dostlar, Mortis'e baxın, 0-2 oynayıb 9100 vurur be. Belə şey olmaz. Nəysə dostlar, onda digər karakterimizi keçək. Dostlar, digər karakterimiz Mortis olsun. Bilirsiniz, Mortis savaş topunda çox yaxşı gedir. Onda maçımıza başlayaq. Başlayaq. Kenji gəlib, Rico gəlib. Bir də deyəsən Shelly. Hə, Shelly. Bizdə Dynamite və Frank var. Məncə Dynamite yaxşı oynasa biz bu maçı ala bilərik. Yəni qazana bilərik. Aha, Kenji məni dalır. Kenji ulti atdı, mənə yaxşı olmadı deyərkən Rico məni öldürdü. Bu map'i də yəni deyəsən 2 dəfə oynayıram bugün. Deyəsən bu map təzə gəlib, yoxsa var idi. Aşağıda yorumlarda yazın. Kenji'yi burada öldürəcəm deyəsən. Yox, Kenji ulti ilə qaçır. Kenji öldürdüm. Qəşəng. Dynamite qəşəng oynayır. Mən də indi burada qolu ata bilsəm atacağam. Attım. At, Frank at. Qəşəng, 1-1. 1-1 elədik. Hiper şarjım da var. Yəni ulti doğursam qəşəng bir şov gələcək. Qəşəng. Şov gəldi və dostumuz da qolunu atdı. Bəzən də qəşəng takım arkadaşlara gəlir. Dostlar, digər karakter məncə yəni bir haritaya baxacağam. Harita Rico'ya aid. Yəni Rico məncə yaxşı gedir. Rico'yu aldım. Kostüm olaraq da məncə normal hökmdar Rico ilə girək. Renk seçənəkləri məncə lazım deyil. Bu çox yaxşı. Yəni ən sevdiyim Rico kostümü budur. Onda başlayaq. Belə bir aksesuar basım. Max biraz kudurdu orada. Bastıra biraz vurum. Max'i də vurdum. İndi Rosa çox pis attım ulti. Nəsə duvarlardan geçsin. Hə. Burada Rosa var. Rosa aksesuar bastım. Hər şeyi bastım. Buradan ağara bilərik. Hiper şarjı doldursam əla olacaq. İlk golumuzu da yedik.
Nəysə hiper şarjımız var. Biraz ona güvənirəm. Açıqcası. Amma burada qola getdi. Amma Dynamite çox yaxşı oynadı. Və uduzduq. Burada biraz mənim xətam oldu dostlar. Gördüyünüz kimi birə-bir oynamışam, amma bazı da pis oynadı, nəysə. Digər karakterimiz keçək. Digər karakterimiz El Primo. Xəritə çox da uyğun deyil. Yəni xəritəyə baxıram. Yəni xəritə biraz açıq xəritədir. Yəni El Primo nə qədər yaxşı gedir bilmirəm, amma yenə də El Primo-dan girəcəm. Bu son maçımız olacaq bu arada dostlar. Bu maçdan sonra videoyu bitirəcəm. Onda son maçımıza başlayaq. Bir də deyəsəm bir dənə maç qazandıq. Yəni kupamız artdı mı, azaldı mı bilmirəm. Onda başladıq. Azeri Maska ile taktik vakti. Burada mənim taktikam var dostlar. Burada insanların üstünə gedirəm və onlar qorxaraq bütün aksesuarlarını, mərmilərini boşa xarcıyırlar. Takım arkadaşlarını da onları rahatca öldürüb qola ata bilirlər. Siz də bu taktiği oynaya bilirsiniz. Gedərkən də aksesuar basın ki, belə Surge'u aşağı atıb onu öldürə biləsən. Azeri Maska ile taktik vakti 2. Dostlar, April'ın bir taktiği var ki, əgər ult olan yerə basarsaz, həm vurmuş olarsınız, həm də ulti gəldiyi anda basa bilərsiniz. Yəni bu da qısa bir El Primo taktiğidir. Siz də işlədə bilərsiniz. Məsələn, burada Pəmin üstünə getdim. Həm ulti bastım, həm də görmüş olduğunuz kimi rahat bir şəkildə onu öldürdük. Aldım bunu. Hiper şarjı bastım. Burada gol yemədik, amma yedik. Bizim Sutu çox pis oynayır dostlar. Sutu çox pis gəldi. Sutu həqiqətən çox pis oynadı. Nəsə, elpimi atdım bura aksesuarından. İndi burada bizim Sutu heç nə eləmir deyəsən. Ayçumuz Surge öldürdü. Dynamite oradan qolu ata bilsədik. Biraz gülmə yatacaq. Sutu heç nə eləmədi, nə Sutu? Dostlar, Sutu niyə belə oynayır? Dostlar, görmüş olduğunuz kimi, yəni görürsüz. Uduzduq, amma yenə də mən ulduz oyuncu olmuşam. Yəni takım arkadaşları pis gəldi. Rastgele girməyin dostlar, rastgele girəndə pis olur. Yəni siz görə bilərsiniz. Nəysə dostlar, görmüş olduğunuz kimi deyəsən 6 kupa itirdik. Yəni 24469 kupaydı və 24463 kupaya düşdük. 6 kupa itirdik, o da takım arkadaşlarımız yüzündən. Yəni gördünüz olsa son El Primo maçında gördünüz. Uduzdum, amma yenə də ulduz oyuncu olmuşdum. Nəysə dostlar, bu videom bu qədər olsun. Sağ olun, salamat qalın.